Salam olsun bizim kanalı izleyen herkese. Bu dəfəki çəkilişim Qəbələnin Qəmərvan kəndində yerləşən Çömçəbulaq istirahət mərkəzidir. Biz bir gün İsmaillə Qalacıq ərazisində qaldıq və bugün Qəbələnin Qəmərvan kəndinə ilk dəfədir gəldim. Gördüyünüz kimi özünə xidmətdir. Hər kəs gəlib burada piknik eləyir və burada Çömçəbulağa üçün gəlirlər hamı. Çömçəbulaq üçün siz Qəmərvan kəndini keçəndən sonra orada post var. Postu keçirsiniz və bu əraziyə gəlirsiniz. Gəlin düşək bulağın ətrafına. Və Qəbələnin Qəmərvan kəndinə ilk səfərdir gəlirəm. Yəni çox insan tərifləyir. Həm coğrafi mövqeyi, yaşıllığı. Qəbələnin mərkəzindən 40 dəqiqə, 45 dəqiqə bu qədər məsafədədir. Sərhəd zonasına yaxın olduğu üçün burada post var. Və siz Qəmərvan kəndinin daxil olursunuz. Ondan sonra istirahət mərkəzləri gəlir. Sizin qarşınıza post çıxır. Kənddən ayrılandan sonra Qəmərvan, burada Qəmərvan ərazisidir. Sadəcə o Çömçəbulaq deyilən əraziyə gəlirsiniz. Postda siz şəxsiyyət vəsiqəsi təqdim edirsiniz və Çömçəbulaq istirahət mərkəzinə gəlirsiniz. Bura istəsəz maşınla düşə bilərsiniz. Ayaqla da bu formada gəzinti üçün gələ bilərsiniz. Aşağıdan çay axır. Aşağıda deyirlər həm çay içmək üçün yer var, həm də ki yemək üçün restoran var və soyuq bulaq. Buraya maşınla düşənlər də var. İstəsəz maşınla düşüb istirahətinizi edib təzədən qalxa bilərsiniz. Çox da böyük hündürlük deyil. Qəmərvanda Çömçəbulaq istirahət mərkəzində çayımız gəldi. Çay və dağ çiyələyindən mürəbbə, limon daxil 10 manat. Bundan başqa siz istəsəz buradan bu formada belə çıxıb o dağın o baş hissələrinə qalxa bilirsiniz. Əzizləyicilər, istəsəz siz də Çömçəbulaq istirahət mərkəzinə maşınınızla düşə bilərsiniz. Sadəcə olaraq yolları həm torpaq yoldur, həm də dikdir. Ehtiyatla düşə bilərsiniz. Gördüyünüz kimi maşınla rahat düşdük. Qidalamanın kinota yeməyimizi burada yiyib İnşallah çıxacaq. Və əgər özünüzlə nəsə gətirsəz belə, burada yəni həmin gətirdiyinizi pişirib verə bilərlər sizə.
Mükabla əgər ət gətirmişsinizsə, şişini 1 manata çəkirlər. Çay və mürəbbə ilə bir yerdə 10 manatdır. Tək çay, sadə çay 3 manatdır. Qiymətlər münasibdir. Və oturma yeri də burada bu formada çayın kənarındadır. İzləyicilər, Çömçəli Bulaq istirahət mərkəzi, restoran gördüyünüz kimi bu ərazidədir. Aşağı restoran hissəsidir və bulaq hissəsi isə buradır. Mənzərə bu formadadır. Bulaqdan çox soyuq suyu var. Əzizləyicilər, Qəbələ Qəmərvan ərazisində Çobanbulaq restoranından çəkilişim bu qədər. İzlədiyiniz üçün çox sağ olun. Hələlik.